Dünyada neçə futbol klubu tanıyırsınız ki, doğma şəhəri xəritədən silinib, amma özü Avropanı diz çöktürür? Söhbət Qarabağdan gedir. Futbol dünyasının Simurq quşundan. Bilirsinizmi ki, The Times qəzeti Qarabağı dünyanın ən çətin şəraitdə mübarizə aparan klubu adlandırıb. 1993-cü ildə Ağdam işğal olunanda komandanın məşqçisi Allahverdi Bağırov həm də bir qəhrəman kimi vətənini qoruyurdu. O şəhid oldu. Stadionu yerlə yeksan edildi. Amma komanda yaşamalıydı. Tam 27 il. Qarabağ ev oyunu anlayışı olmadan qaçqınlıq həyatı yaşayaraq Azərbaycanı Avropada təmsil etdi. Təsəvvür edin, Atletico Madrid və Bayer Leverkusen kimi nəhənglər doğma yurdu olmayan bu komandanın qarşısında hal itirəndə şoka düşmüşdülər. Bəs ən maraqlı fakt nədir? Qarabağ dünyada yeganə klubdur ki, işğal altında olan şəhəri azad edildikdən sonra Çempionlar Liqasında tarix yazmağa davam edir. Onlar sadəcə futbol oynamırlar. Onlar bir xalqın qayıdışını dünyaya nümayiş etdirirlər. İndi Qarabağ Ağdama qayıtmağa hazırlaşır. Sizcə yenidən imarətdə səslənən ilk fit səsi dünya futboluna hansı mesajı verəcək? Bu inanılmaz hekayəni dostlarınızla bölüşün.